20 yanvar faciəsinin 36-cı ildönümü münasibətilə 20 yanvar 2026-cı il tarixində Qobustan rayonunda anım tədbiri keçirildi. Tədbirdə Qobustan rayonunun icra hakimiyyətinin başçısı Adil Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məhsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, şəhid ailələri, vətən müharibəsi iştirakçıları və qazilər, eləcə də idarə və müəssisələrin əməkdaşları iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə şəhidlər xiyabanını ziyarət etdilər. Azərbaycan azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edildi. Abidə üzərinə gül dəstələri düzüldü. Anım tədbiri daha sonra Qobustan rayon icra hakimiyyətinin akt salında davam etdirildi. Tədbirdə Qobustan rayonunun icra hakimiyyətinin başçısı Adil Məmmədov çıxış etdi. Çıxışda 20 yanvar faciəsinin Azərbaycan tarixində mühüm yer tutduğu, bu hadisənin xalqımızın azadlıq və müstəqillik əzminin daha da möhkəmləndirdiyini qeyd edildi. Bildirildi ki, 20 yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Onların qəhrəmanlığı gənc nəslə vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Daha sonra saat 12:00-da şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Rafiq Həsənov, Fərid Niftullayev, Həcər Həsənova bugün informasiya proqramı üçün.